Üçüncüye keçdik. Üçüncüye geçtiğinde müvəqqəti yüklər. Bakın, burada neydir yolu? 3 elirik. Bakın aşağıdan. Bak, Elədiniz mi 3? öyle değil. 3 el olur. O şimdi kalsın. 3 el. 3 elədin mi onu? Bəli. İndi geldik bak en bir ince meseleye de buraya. Üçüncü nedir burada bizde? Müvəqqəti yüklər. Düzdür mü? Müvəqqəti yüklər. Bu nə? İnşallah müvəqqəti yüklər deyən kimi ümumiyyətlə siz həmişə yadınızda saxlayın. Əgər gələcəkdə layihələndirmə işlə məşğul oluruz, lap layihələndirmə olmasın, lap mühəndis kimi işləyəcək. Tikinti norma qaydalarından xəbəriniz olmaz. Tikinti norma qaydaları elə bir ki, bizim mühəndisin, inşaat mühəndisinin bir qanunudur. Nətər bu avukatın bir qanun kitabı var. Bu da bizim bütün qanunumuz budur. Yəni burada hər bu normalarla dəyişir. Dəmir beton var, metal var, yüklər, təsirlər var, AZDT. Bu normanın adı bizdə gedir AZDT-nə, yəni Azərbaycan Dövlət Tikinti Normaları. İndi müvəqqət daimi yüklər bayaq dedim sizlə. Bir norm ilə normada yoxdur. Daimi yüklər konkret orada nə nəzərdə tutulur ona aid. Amma müvəqqəti yüklər konkret normada nəzərdə tutulur. Bu normanın adı nədir? Bax diqqətlənin. Bu normanın adı özünüzün qeydini sizə. AZDT-ni 211. Baxın. Keç oğlum, tez keç. AZDT-ni 211 yüklər və təsirlər. Normanın adı budur. Bunu siz internetə vursanız oradan tapa bilərsiniz. Mən də bunu sizə də göndərmişəm. Göndərilən failin içində bu orada olmalıdır. Bu nədir? Bu həmən baxın. AZDT-ni bəli, 2-3-1 yox, 2-1-1. O 2-3-1-dir. 2-1-1. Mən dedimsə 2-1-1-dir. Həmən 2-1 var yüklər. O norma bu. Bu norma 2. Bəli, yüklər və təsirlər baxın. Budur. AZDT 2015-ci də bizdə qüvvəyə. Bu normu siz bilməli. Bilməkdən də şu an, normu əzbərləməyə ehtiyac yoxdur. Amma belə bir normanın olduğundan xəbəriniz olmaq. Müvəqqəti yüklər olan kimi bu normaya müraciət eləməz. Yəni bu sizin əlinizdə olur. Əvvəldə bu kitab kimi çap edilir, indi elektron hamısı saxlayır. Yəni elektron bir bazanda bu olmalı. Buradan hansı yerə gəlsinsə, bax mən də yazmışam, burada da yazılır. AZDT-ni 211, cədvəl 8-ə müraciət edəcək. Bax, müvəqqəti yüklər oradan götürülür. Cədvəl 8 haradadır? Bax, burada, bax, bunun içindən cədvəl 7. Cədvəl 8 bilir mi? Bəli. Bax, budur. Bəli, bax, budur. Cədvəl, yox, cədvəl 8 bölü, 8-dən gedir. Beraber yayılmış yük. Cədvəl 8-3. Beraber yayılmış yüklər. Bax, biz beraber yayılmış yüklər. Bax, burada oxuyurum. İndi burada siz bilməlisiniz ki, bu bina nə üçün layihələndirilir? Bu məktəb olanda nə olmalıdır? Səhiyyə olanda nə olmalıdır? İndi bax, görürsün, burada yazır. Bax, əgər yaşayış binaların mənzilləri, baxın, məktəbə qədər uşaq müəssisələri və ticarət məktəblərdə yataq otaqları, yəni orta məktəbdir. Görürsən, buna daxil olur. İstirahət evləri və plan. Yəni, bax, bu adda olanlarda bunu götürmək lazımdır. 1.5 kilopaskaldır. 1.5 kilopaskal da uşaqlar 150 kilogram deməkdir. 1 kilopaskalın 100 kilogramdır. Bu 150 kilogramdır. Bax, başa düşdünüz mü? Bunu buradandır. Məsələn, mən deyək ki, bir tip müəssisəsi, səhiyyə müəssisəsi olursa, orada neçə götürməliyəm onu? 200. Yəni 2 kilopaskal. Ola bilər ki, mən məktəb layihələndirirəm. Amma məktəbin içində yeməkxana ola bilər, məktəbin içində zal ola bilər, idman zalları ola bilər. Onun fərqi yox. Onda, məsələn, orada bütün məktəbi yox. Hansı hissəyə düşürsə, o zal düşən hissədə planda. O hissədə artıq gəlmən müraciət eləməlisin, bax buraya. Bax, görürsən, hani, oxu zalında 200-dür, yemək zalında 300-dür. Ondan sonra ticarət səhərində 400-dür. Bax, bu yüklər, o həmən hissiyana, bütün o binanın hamısına yox. Həmən hissiyə verilsin nə?
300 məsələn, amma yerdə qalanda nə verirsin? Həmən bayaqki 150-yi məktəb olursa. Amma digər olursa da, aydındırmı? Cədvəl 8-1. Amma bir nüans var. Yüklərdə belə bir qayda var. Gələn siz keçəcəksiniz, hələ siz keçmişdən. Yüklər, bir var normativ yüklər, bir var hesabi yüklər. Bax, bu cədvəllərdə göstərilən yüklər normativ yüklərdir. Əgər bunu əmsala vurulursa, o olur hesabi yüklər. Gələn olacaq, keçəcəksiniz sizin. İndi bunun yuxarısına gəlin. Bax, bunun yuxarısında nə yazır? Bax, diqqətlə olun. Deyir ki, əgər bu yüklər 2 kilopaskaldan, yəni 200 kiloqramdan az olursa, onu 1.5-ə vurmaq lazımdır. 2 kilopaskaldan çox olursa neçəyə vurmaq lazımdır? 1.2. Demək ki, biz əgər 150 götürəcəksə bunu neçəyə vurmalıyıq? 1.3-ə. 1.3-ə də vuranda burada nə olur? Həmən onda 150 kiloqram 0.5 ton bölgüsü metr kvadratıdır. Onu neçəyə vurmalıyıq? 1.3. Onu da vursanız 1.3-ə alınacaq 0. Mən tutaq ki, 2.5 götürsəm, onda 1.2-yə vurur. Bəli, 2-dən çox olanda bəli, 1.3-ə vurur. Aydındır mı? Sən bəli, məsələn, sən deyə bilərsən ki, mənim bu hesabatımda burası yeməkxana üçündür. Onda yeməkxana... Oradan seçirik də. Bəli, sən seç, bəli. Ortaq məsələn, onda yeməkxana üçün nədir məsələn? Bunu mütləq amma raporunuzda qeyd edin. Bax, mən onu görürəm. Görün, sən deyə bilərsən ki, məsələn, mən buna yeməkxana olan istəyirəm. Onda sən neçə götürmərsən onu? 300 vur 1.2. Neçə olmalıdır? 360 kilo. Bax, üçüncü yükləmədir. Daim müvəqqəti yüklər söhbət gedir. Neçə götürmərsən onda onu? 360. Və ya bax, aydın oldu mu? Bax, cədvəl 8-1. AZDT-ni 2-1-1. Bunu internetə siz daxil olsanız, bunu tapsa həmən özü skaçat edib enilə bilər. Bu sizin bazanızda olsun. Belə-belə mən sizə normalar haqqında məlumatlar verəcəm. Oldu? Oldu. Demək, müvəqqəti yükü, yəni bax, mən bu anı burada, bax, bu 195 kiloyu hardan aldın, başa düşdünüz mü? Baxın, bax o. Biz 0.15 götürmüşük. Bəli, 0.15-i vurdum 1.15. Bax, bunu da əsasən həmişə yuvarlaq olaraq 0.195-ə götürür, amma hamı əsasən yuvarlaq olaraq 0.2 götürür. Yəni 5 kiloda üstə qoyub 0. Amma 0.195 tam dəqiqdir. Yuvarlaqlar üçün 0.2-də götürə bilərsin. Aydındır, bax, müvəqqəti yük, ümumiyyətlə yüklər nədir? Daimi yüklər, uzun müddətli müvəqqəti yüklər, qısa müddətli müvəqqəti yüklər, bir də xüsusi yüklər. Daimi yüklər nədir? Daimi yüklər öz çəkisi hesabatlar, bir də ki, hansı ki, döşəmə yükü, qaplama yükü deyirlər yüklərdir. Bir o, bu daimi yükdür, uzun müddətli müvəqqəti yüklərdir. Onları əsasən divarlar, ara kəsmələr uzun müddətlidir. Şkaflar ola bilər ki, uzun müddətli orada qalan, bu tür şeylərə bunlar uzun müddətli müvəqqəti yüklərdir. Bir də var qısa müddətli müvəqqəti. Qısa müddətli müvəqqəti yüklər, bax, insanlar, yəni yeri tez-tez dəyişə bilən yüklər. Məsələn, deyək ki, partalar, atmosfer yükləri, külək, qar, bunlar olur qısa müddətli müvəqqəti yüklər. Bir də xüsusi yüklər və xüsusi yüklər deyəndə zəlzələ yükü birinci axla gələndir. Amma ondan sonra partlayış yükü var, bəzi dinamik yüklər də var. Onu gələnlə siz keçəcəksiniz. Oldu, daimi yüklər, uzun müddətli müvəqqəti yüklər, qısa müddətli müvəqqəti yüklər, bir də xüsusi. Biz amma burada praktikada daimi müvəqqəti belə gedir, amma onu ailədə bilərsiniz. Aydındır? Oldu. İndi bax, bu həmən bu üçüncü yükləmədə 195 kilo, 195 kilo. Bax, 3 dama burada ha fikir verir. Neylə bunu seçirəm belə, yenə. Baxın. Həmən bu 195 hardan gəldi, bir belə seçin, kontrol. 195 hardan gəldi, bildiniz elə, başa düşdünüz. Bax, bu həmən bu 0-dan, 195 oradan. 0.2-də götürə bilərsiniz bunu şey olaraq. Nöqtə verir. Nə? Orada hansını seçtin? Bax, bunu seçdin, sonra da bunu seçdin. Birincisini seçtin. Nə? Bəli, bax, buna, sonra buna. Buraya 0'dan 195. Aydındır mı? Normatifə görə biz 1.5-liyə götürürük. Başa düşürəm. Onun adı olur artıq hesabi yük. Bax. 1.5 150 kilo normativ yükdür. Onu əmsala vuranda olur hesabi yük. Nəsə deyirdin mi? Yox, mən... Baba, bunu bax belə təsdiqlədim. Bax, bu da budur.
Aydındır mı? Başlayın. Aydındır. Ve arada da bir bunu belə saxlayır. Sağ olsun Murat. Bunu silmiştim daha. Bir daha yeni çekin. İndi nəyə gəlirdik bundan sonra? Analize. Yox. Bundan sonra nəyə gəlirdik bir Hele dənə? şeyle edit load edelim. Bunu gəlirəm yenə birə, ta bax bunu Bəli. yoxlayıram da bax bu yüklər. Qızım siz onu bax belə yoxlayıram. Bunu Bayrağa belə bax, saxlamaq. Bəli, bax bu yükləri həm görə 4-də yoxdur çünki 4 bir. Bax indi məndə orada hesabı qüvvələr cədvəldə 3-cə yük olacaq. 4-cü Allah bilməz çünki mən 3 yük yaratmışam. Başa düşdünmü? Sən birini yaratdığın üçün hamısını birdə verirsən ona görə yəni o problem yaşanırsan da. İndi hara gəlib, buraya gəlib, buraya gəldi elə deyilmi? Gəlin buraya. DCF. DCF-ə gəlir, doğru mu? Və indi burada birinci nədir? Did, elə deyilmi? Baxın. Ben bire qaydı. Bəli, birə gəlin. Sonra gəlin, bax, analizə. Bəli, burada DCF-ə gəlin. Bəli. Birinci, bax, bunu vurun, bax, burayı vurun indi. Bax, bunu. Didi belə seç. Və bunu seç, düzdürmü? İkinci nəyi seçməli? Yenə did, bu da daimidir, düzdür? İkisi daimidir, bir də bir ölçək. Bunu bəzən bir yerdə də eləmək olur uşaqlar, iki yükləmə də eləmək olur. Onunla bunu bir yerdə də eləmək. Yenə bunu təsdiqlədik, doğru mu? Belə. Üçüncü də nədir bizdə? Live'da. Bir, bəli. Mən müvəqqəti yüklə. Bax belə. Hamı dağıldı mı bu? Ben burada bunu təsdiqlədik. Oldu. De, güzel. Oldu. Bəli, mənim. Və axırıncı dəfə gəlir buraya, həmişə bax, bu pərt model eləmək heç vaxt yadınızdan çıxmasın ha. Bax, bunu mütləq bax, belə, bunlar da belə oldu. Hesabata eləməmişdən qalaq, bir dənə modeli təmizləyin bax belə. Hamısını bundan aktivləşdirin. Məndə də DSL ona bağlanmır. Burada DSL var. Nə bağlanmır? Bu DSL var, DSL var. DCF qızım, DCF mi DCF? DCF bağlanmasa o problem değil. O DCF'in yanında şey olur mənim, onu deyir. Gəldiniz mi buraya? Buna gəlin pək modelidir. Bax, bunu aktivləşdir və buradan bir dənə failinizi həmişə təmizləyin. Bu önəmlidir ha. Bunsuz bunu eləməyəndə bəzən raşot getmir, yəni hesabat getmir biləsən. Oldu? Və bunu təsdiqlədim kesin. Elədiniz mi belə? Bəli, elədir. Və buradan belə çıxın bunu. Oldu? Yenə bir dəfə bunu saxlayaq belə. Və artıq nə qalırıq? Bu yükü də eləyək ki, görünməsin heç. Bu yükü də çıxardaq ki, görünməsin. Hamısını bağlayaq da. Bəli. Analiz edeyim mən. Və bunu verirsin analizə, bəli. Mən nə yapamam? Yükü bağlarında qızım, yükü görünməmək üçün. Yəni o bir prinsipal eləyə də bilərsin, eləməyə də bilərsin. Fənərə geyim. Gir ora. Ay, onu gir. Və belə raşota verin, bəli. Üçüncü yer olur. Ha, on, ya ondan bunlar bağlı olur. Bunu bağlı. Nə üçüncə keçəcəksən? Hamı da keçdi mi indi görək, kim Ortada oldu. keçdi mi? Xəta verməz ki. Nədir? Hayır. Kalkületle gir. Hem burada da 6000'i bölürük. 6000'i bölürük 250'ye. Burada da. Bəli, həm qayda eynidir. Hansı ölçüsə bəli, 250. Bəli. 6000. Ya, verilər. Okeylə, tabii bu, okeylə. 12. Amma bir də bunu görək. Biz basılamayız. 19, 24. Ne kadar? Biz 24. Ha, benim tamı tam olur. Ben bize Ben üçünü toplayanda tam da olur. İkisini toplayanda el ondan aşağı olur. Neydi?
Tam. Coğrafyalar var. Yorullaşlarda 21, 19, 25 yaşında.